Bismillahirrahmanirrahim. Ey ikinci evlilik etmək istəyən qardaşım! Əvvəl öz qəlbinə bax, sonra evinə bax, sonra da bu addımın kimləri yaralayacağını düşün. Əgər sənin ikinci evliliyin birinci zövcənlə münasibətini pozacaqsa, evinizə soyuqluq gətirəcəksə, onun qəlbini qıracaqsa, gecələrini göz yaşı ilə keçirəcəksə, onu psixoloji əzaba, stresə salacaqsa, bil ki, bu evlilikdən geri çəkilmək sənə vacib olur. Çünki İslam haqq dini olmaqla yanaşı, ədalət dinidir və ədalət yalnız icazə var deməklə ölçülmür. Haqqımdır demək hər şeyi həll etmir. Bəli, ikinci evlilik şəriətdə icazəlidir, amma hər icazə hər kəs üçün xeyir demək deyil. Əgər sən ikinci evliliyi xeyir bilib, amma onun nəticəsi olaraq birinci ailəni dağıdırsansa, qadınının qəlbini viran qoyursansa, övladlarının qəlbini üzgünlük və gərginlik bürüyürsə, o zaman bil ki, bu evlilik sənə xoşbəxtlik gətirməyəcək. Çünki heç kim başqasının göz yaşı üzərində xoşbəxtlik qura bilməz. Heç kim kimisə incitməklə Allahın razılığını qazana bilməz. Qadını haqqımdır adı ilə əzə bilməzsən. Ey qardaş, ikinci evlilik mənim haqqımdır deyib, qadını təzyiq altında saxlaya bilməzsən, onu qorxuda bilməzsən. Sən onu Allah kişiyə 4 qadınla evlənməyə icazə verib ayəti ilə hədələyə bilməzsən. Sən bu ayətə iman etməmisən deyə bilməzsən. Çünki bu ayətlə qadını hədələmək zülümdür. Həmçinin sən deyə bilməzsən, bu ayəni qəbul etmirsənsə, imanında problem var. Allahın hökmünə qarşı çıxırsan, qısqanclığın səni küfrə aparır. Sənin bu ayədən istifadə etməyin, yerində istifadə etmək deyil, bu ayəni əlində silah etməkdir. Çünki qadının bu məsələdə etirazı imanla yox, qısqanclıqla bağlıdır. Qısqanclıq isə günah deyil, küfür deyil, bu bir fitrətdir. Allah qadını qısqanclıqla yaradıb. Sən qadının fitrətini ayə ilə boğa bilməzsən. Gəl sənə qısqanclığın nə demək olduğunu ayətlə anladım. Qulaq as. Uca Allah Bəqərə surəsi 230-cu ayətdə nə buyurur? Buyurur ki, əgər kişi qadını 3-cü dəfə boşayarsa, artıq qadın ona halal olmaz. Bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona əvvəlki ərinə qayıtmaq halal olmaz. Əgər sonraki əri onu boşayarsa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə, yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Necə ki, sənin 2, 3 və ya 4 qadınla evlənməyində günah yoxdur, eləcə də sən öz qadınını boşadıqdan sonra o qadının başqa bir kişi ilə evlənməsində bir günah yoxdur. Və Rəbbimiz buyurdu ki, əgər sonraki əri onu boşayarsa, o əvvəlki əri ilə evlənə bilər. Buna görə də heç bir günah yoxdur. Bu ayət üzərində diqqətlə düşün. Kişi övladları anası olan öz həyat yoldaşı ilə, qəlbən sevdiyi qadınla, hansısa bir səbəbdən ötürü boşandıqdan sonra, kişi peşman olsa belə, qadını geri qaytarmaq istəsə belə, ürəyi yansa belə, o qadın əvvəl başqa bir kişi ilə evlənməlidir. Şəriət kişiyə, onun digər əri ya öldükdən sonra, ya da onunla boşandıqdan sonra təkrar evlənməsinə icazə verir. İndi dur, öz nəfsinə sual ver. Nəfsinə ağır gələn şeyi qadına niyə yüngül görürsən? Təsəvvür et. Sənin qadının başqa bir kişiyə ərə gedir, onunla ailə qurur, sonra ya boşanır, ya da əri vəfat edir. Yalnız bundan sonra sən onu geri ala bilirsən. De görüm, bu sənin nəfsinə necə ağır gələr? Bu sənin qəlbini necə yandırar? Gecələrini necə alt-üst edər? Bax, bu sənin qısqanclığındır. İndi başa düş ki, sənin ikinci evlilik istəməyin qadına bundan da ağır gəlir. Çünki sən hələ ayrılmamısan. Hələ onun yanındasan, sən onun daşımaq istəmədiyi bir yükü həyatına məcburən qoymaq istəyirsən. Sən onun qəlbinin qaldıra bilmədiyi bir məsuliyyəti ona zorla yükləmək istəyirsən. Bu qadının qəlbində ölümdən ağır hiss olunur. Allah bu ayələri kişiyə zülm etdiyə nazil etməyib, qadını sıxışdır deyə göndərməyib. Ayələr nəfsi tərbiyə etmək üçündür, ədaləti qorumaq üçündür, mərhəməti ayaqda saxlamaq üçündür. Sən ayəni qadının başına qaldırıb, sus, Allah icazə verib deyirsənsə, bil ki, ayəti oxumusan, amma hikmətini anlamamısan. Qardaşım,
Sənə nəsihətim budur ki, qadının qısqanclığını iman problemi kimi göstərmə, ayə ilə hədələmə. Allah qadının qəlbini sənə əmanət verib, ayələri isə zülmə alət etmək üçün yox, ədaləti qorumaq üçün göndərib. Qadının qısqanclığı fitridir, onu Allah yaradıb və heç bir kişi qadının fitrətinə zidd bir şeyi zorla qəbul etdirə bilməz. Necə ki, Fatimə radiyallahu anha sağlığında Əli radiyallahu anhuya ikinci evliliyə icazə vermədi. Bu məsələ bildirir ki, qadının bu məsələdə söz haqqı var. Ona görə də hər bir qadının mən bu məsələdə Fatiməyəm demək haqqı var və heç bir kişi mənim haqqımdır deyib bu haqqı ayaqlar altına ala bilməz. İkinci evlilik hər kişinin daşıya biləcəyi yük deyil. İkinci evlilik nə hər kişiyə nəsibdir, nə də hər kişinin bacaracağı bir məsuliyyətdir. Bu Allahın lütf etdiyi az insanlara verilən ağır bir yükdür. Əksər kişilər bu işi üz-gözünə bulaşdırır, nə ədaləti qoruya bilir, nə də məsuliyyəti daşıyır. Xüsusilə də şəhvətinə məğlub olanlar. Şəhvət söndükdən sonra ikinci qadına sahib çıxmır, məsuliyyətdən qaçır, qadını yarı yolda buraxır. Bu isə evlilik deyil, zülmdür. Bəzən olur ki, kişi birinci qadını ikinci evliliklə təhdid edir, qorxudaraq razı salır, istəməsən də olacaq deyir. Sonra nə olur? İkinci qadın fitnə salır, kişini birinci ailəsindən soyudur, onları ayırmağa çalışır. Nəticə, dağılmış ailə, travmalı uşaqlar, peşman kişi, zərər görmüş qadınlar. Bu isə xeyir deyil, fəsaddır. Ey qardaşım, ikinci evlilik şəhvətin cavabı deyil, nəfsin istəyi deyil, mən istədim, oldu məsələsi deyil. Əgər sən birinci ailəni qorumağa güc tapmırsansa, qadının qəlbini incitməməyə qadir deyilsənsə, ədaləti tam təmin edə bilməyəcəksənsə, geri çəkilmək sənin üçün təqvadır. Çünki Allah qatında dəyər çox evliliklə deyil, təqva ilə, ixlasla ölçülür. Biz bunu örf və mühit fərqi ilə başa düşməliyik. Keçmişdə, xüsusən də ərəb qadınları dünyaya gələndə nə görürdülər? Atalarının bir neçə zövcəsi olurdu. Əmiləri, qardaşları çox evli idi. Bu hal cəmiyyətin adi və qəbul edilən bir forması idi. Ona görə də bu qadınlar üçün çox evlilik yad deyildi. Ailə modeli kimi normal qəbul olunurdu. Bu onların daha imanlı olmasından deyil, gördükləri mühitdən qaynaqlanırdı. Amma bizim Azərbaycan cəmiyyətində qadın dünyaya gələndə görür ki, atasının bir həyat yoldaşı var. Ailə modeli tək qadın üzərində qurulub. Çox evlilik nə yaşayışda, nə də psixologiyada norma olmayıb. Ona görə də Azərbaycan qadını bunu görməyib, bununla böyüməyib, buna psixoloji olaraq hazır deyil. Bu isə iman məsələsi deyil. Bir qadının ikinci evliliyi istəməməsi, buna razı olmaması, bu yükü daşımaq istəməməsi heç vaxt o demək deyil ki, o ayətə iman gətirmir. Əksinə, ayətin Allahdan olduğuna iman edir, hökmün varlığını inkar etmir, sadəcə qısqanclıqdan dolayı nəfsinə ağır gəldiyi üçün ərinin ikinci bir qadınla evlənməsini istəmir. Əgər düşünsən ki, necə yəni nəfsinə ağır gəlir və ya bu onun xoşuna gəlmir? Bunu sənə izah edim ki, anlayasan. Uca Allah buyurur, sizin xoşunuza gəlməsə də cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Bəqərə surəsi 216-cı ayət. Bu ayə bizə çox açıq bir həqiqəti öyrədir. Bir hökmün nəfsə ağır gəlməsi, onun inkar edilməsi demək deyil. Allah özü buyurur ki, bəzən bir əmr xoşunuza gəlməz, nəfsiniz onu istəməz, qəlbinizdə ağırlıq olar. Amma buna baxmayaraq, o hökm Allah qatında qüvvədə qalır. Çox evlilik ayəsi də belədir. Allah tərəfindən icazə verilmişdir, ayə ilə sabitdir, inkar edilə bilməz. Amma bu, hər qadının nəfsi üçün yüngül demək deyil, hər qadının qəlbinin bunu daşıya biləcəyi demək deyil. Bir qadın bu Allahın ayəsidir deyə iman edir, amma deyir ki, bu mənim nəfsimə çox ağır gəlir. Bu söz küfür deyil, üsyan deyil, iman zəifliyi deyil. Bu, Bəqərə 216-cı ayətin dediyidir. Allah döyüş haqqında dedi ki, döyüş sizin xoşunuza gəlməsə də, deməli, nəfsə ağır gəlməsi normaldır. Bu isə insan olmaqdan irəli gəlir. Cihad etmək fərzdir.
Çox evlilik isə fərz yox, icazəli əməldir. Əgər bir kimsə Əhzab surəsi 36-cı ayəti dəlil gətirərsə, Allah və onun elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allah və onun elçisinə asi olan kəs əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür. Bir kimsə bu ayəti dəlil gətirərsə və yaxud Nisa surəsi 65-ci ayəti dəlil gətirərsə, Rəbbimiz buyurur: Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan, tam təslim olmayınca iman gətirməmişlər. Bu ayətləri ikinci evliliklə bağlı qadını susturmaq üçün dəlil gətirən hər kim varsa, o adam hələm İslam elmini doğru düzgün fəhm etməmişdir. Çünki bu ayətlərin bu mövzu ilə əlaqəsi yoxdur. Əhzab surəsindəki ayət, Allah və Rəsulunun əmr etdiyi, fərz buyurduğu, tərk edilməsi günah olan məsələlərdə mömin istəmirəm deyə bilməz anlayışını ortaya qoyur. Digər ayət, Nisa surəsi 65-ci ayəti isə məhkəmə və ixtilaf üçün hakimin verdiyi hökmə razı olmaq barəsindədir. İki tərəf mübahisə edir, Peyğəmbər hökm verir, tərəflər hökmü qəbul etməlidir. Bu ayə, ailə daxili hisslərdən danışmır, qadının qısqanclığından danışmır, icazə verilmiş seçimlərdən danışmır, çox evlilik isə icazədir, məcburiyyət deyil. Kim icazəni fərz kimi təqdim edirsə, ayəti oxuyur, amma hökmlə icazənin fərqini bilməyib zülmə düşür. Tərk edilməsi günah olan əmirləri yerinə yetirməmək insanı fasiq də edər, kafir də edər. Lakin çox evlilik fərz deyil, tərk edilməsi günah deyil, bu icazə verilmiş bir haldır. Bəzi kişilər deyir ki, Allah icazə verib, razı olmalısan, razı deyilsənsə imanında problem. Bu yanaşma nə fiqhdir, nə təfsirdir, nə də təqvadır. Çünki qadın ayəti inkar etmir, Allahın hökmünü rədd etmir. Sadəcə deyir ki, bu mənim nəfsimə çox ağır gəlir, daşıya bilmirəm. Bu isə Quranda Bəqərə surəsində cihad sizin xoşunuza gəlməsə də ifadəsi ilə açıq şəkildə qəbul edilən bir haldır. Sizin xoşunuza gəlməsə də cihad sizə vacib edildi. Allah özü deyir ki, hökm nəfsə ağır gələ bilər, insan bunu sevməyə bilər. Deməli, ağır gəlməsi imansızlıq, xoşlamamaq inkar deyil. İndi isə gəlin mövzunu toparlayaq. Çox evlilik ayəsi icazədir, icazə isə məcburiyyət deyil. Qadına ağır gəlməsi iman problemi deyil. Qadını bu mövzu ilə bağlı ayətlə sıxmaq zülümdür. Əgər bir kişi ədaləti təmin edə bilmirsə, qadının qəlbini qorumağa gücü çatmırsa, bu yükü ailəsinə zülmə çevirmə ehtimalı varsa, geri çəkilməsi onun üçün təqvadır. Çünki Allah ailədə gözyaşı yox, ədalət və mərhəmət istəyir. Allah bizə haqqı haqq kimi görüb ona tabe olmağı, batili batil kimi görüb ondan uzaq durmağı nəsib etsin. Amin.